18-19 mart tarixlərində Azərbaycan Ümumdünya Antidopinq Agentliyi Avropa üzrə regional simpoziuma ev sahibliyi edəcək. Bakı simpoziumunda ümumdünya antidopinq məsələsi və standartlara edilən dəyişikliklər barədə yeniliklər, Milli Antidopinq Təşkilatının üzərinə düşən öhdəliklər və maraqlı tərəflərin birgə əməkdaşlığı diqqət mərkəzində olacaq. Həmçinin real təcrübələr əsasında təqdimatlar, interaktiv sessiyalar, idmansızlar və hökumət nümayəndələrinin iştirakı ilə birlikdə fikir mübadiləsi aparılacaq. Azərbaycan Milli Antidopinq Agentliyinin icraçı direktoru Təxminə Tağızadə CBC Sportun müsahibəsində nüfuzlu tədbirin əhəmiyyəti barədə danışıb. Bu simpozium Avropa regionunda antidopinq siyasətinin strateji istiqamətlərini müəyyənləşdirən əsas platformadan biri olacaq və Azərbaycanın belə önəmli tədbirə ev sahibliyi etməsi beynəlxalq etimadın göstəricisidir. 2026-cı il üzrə nəzərdə tutulan 4 regional simpoziumun birincisi məhz Bakıdan başlayır və Avropa üzrə simpoziumda qəbul ediləcək yanaşmaların regionda tətbiq mexanizmlərinə təsir imkanına görə xüsusi çəkisi ilə seçilir. Qurum rəsmisi antidopinq sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayaraq simpoziumun əsas məqsədinə də toxunub. Bakı simpoziumu bu baxımdan normativ dəyişikliklərin praktik implementasiyasına hazırlıq mərhələsi kimi mühüm əhəmiyyət daşıyır. Qaydaların mövcudluğu fundamental şərtdir, lakin onların ardıcıl və şəffaf icrası daha vacibdir. Bu isə yalnız kollektiv institusional potensialın gücləndirilməsi, qarşılıqlı etimadın möhkəmləndirilməsi və davamlı beynəlxalq əməkdaşlıq sayəsində mümkündür. Simpozium region ölkələri üçün bilik və təcrübə paylaşımı baxımından mühüm platform olacaq. Ümumdünya antidopinq məsələsinin tətbiqinə dəstək proqramı çərçivəsində keçiriləcək tədbir Avropa regionunda antidopinq fəaliyyətinin gələcək inkişafına əhəmiyyətli töhfə verəcək.